Salam, mən İsmailov Vüqar, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin fizika üzrə təlimçisiyəm. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində, magistr təhsilimi Gəncə Dövlət Universitetində fərqlənmə ilə bitirmişəm. 10 ildən artıq pedaqoji fəaliyyətim dövründə bir sıra özəl lisey və kurslarda işləmiş, əlavə olaraq Nazirliyin xətti ilə Türkiyədə və Rusiyada təşkil olunmuş təlimlərdə bir neçə dəfə iştirak etmişəm. Hazırda Pişəvəri Gimnaziyasında fizika fənnini tədris edirəm. 2025-ci ildə sertifikasiya imtahanlarında iştirak edərək 59 bal toplamış və bu prosesin bütün mərhələləri ilə yaxından tanışam. Pedaqoji fəaliyyətim dövründə gördüyüm o oldu ki, fizika elə də çətin deyil. Sadəcə doğru izah və düzgün yanaşma tələb olunur. Mən tələbələrimə fizikanın nisbətən çətin görünən mövzularını daha sadə, başa düşülən dildə izah edirəm. İndi isə TAIM ilə birlikdə MİQ və sertifikasiya imtahanlarına hazırlıq proqramına start veririk. Əgər sən də bu imtahanlarda iştirak edərək uğur qazanmaq və öz potensialını tam olaraq ortaya qoymaq istəyirsənsə, mən buradayam. Gəlin birlikdə bu yolu keçək və uğura birgə imza ataq.